Sabahın xeyir, Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi metodiki və ixtisas artırma mərkəzi Gəncədə silsilə tədbirlər həyata keçirir. Tədbirlər Mədəniyyət Rüzgarı adı altında təşkil olunub. Tədbirlər silsiləsində elmi praktiki seminarlar, ustad dərsləri, görüşlər və digər maarifləndirici tədbirlərin də təşkili nəzərdə tutulub. Aprelin 8-dən 12-sənədək Gəncədə sözün əsl mənasında şəhərin mədəni mühitinə mədəniyyət rüzgarı əsdi. Bu rüzgardan mədəniyyət sahəsinin bütün iştirakçıları öz payını götürdü. Tədbir, mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutu, Azərbaycan Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə baş tutdu. Tədbirin əsas məqsədi gənclərin maarifləndirilməsi idi. Bu layihənin məqsədi ondan ibarətdir ki, tələbə gənclərə burada olan tarixi abidələr haqqında məlumatın düzgün bir şəkildə çatdırılması, o cümlədən bərpa və konservasiya işləri haqqında məlumatın verilməsindən ibarətdir. Kifayət qədər bizim burada tarix mədəniyyət abidələrimiz var. Abidələrimiz də bildiyimiz kimi deyək ki, millətin milli kimliyidir. Yəni biz həm mədəniyyətimizi, həm tariximizi biz bu abidələrdən öyrənirik və bu abidələrlə biz öz milli mədəni irsimizi dünyaya tanıtmağa, təbliğ etməyə çalışırıq. Layihədə Gəncə şəhərindəki ali təhsil müəssisələrindən 70-ə yaxın tələbə iştirak edib. Sənətkarın dostu layihəsi çərçivəsində xalq artisti, xanəndə Teyyub Aslanovla görüş keçirilib. Gəncə Dövlət Milli Dram Teatrında isə Nəsildən Nəslə teatr layihəsi çərçivəsində aktyorluq Min Maskalı Qəhrəmanın Səyahəti adlı seminar təşkil olunub. Kifayət qədər bizim istedadlı həmkarlarımız var, tamaşalar qoyurlar, uğurlu tamaşalar qoyurlar və bizim teatrımızın səhnəsində tamaşalarını nümayiş elətdirirlər və Gəncə sakinlərinin teatra xüsusi bir sevgisi var. Mən 20 il, 30 il bundan qabaq burada bizim qastrol səfərlərimiz var. Bir ayla belə biz burada qalırdıq, tamaşalar oynayırdıq. Gəncə qədim həm tarixi şəhərdir, həm də bizim burada mədəniyyət tariximiz yatır bura. Azərbaycan mədəniyyətinin beşiği olan bir şəhərdir. Burada həmişə sənətə, elmə, mədəniyyətə böyük hörmət və sevgi olub. Seminar çərçivəsində xalq artisti Nurəddin Mehdixanlı gənclərlə aktyor sənətinin sirləri, səhnə plastikası, aktyor, rejissor və tamaşaçı münasibətləri kimi mövzularda fikir mübadiləsi aparıb. Bugünkü görüşlə bağlı ancaq xoş sözlər işlətmək olar və bizim bu seminardan, yəni mən öz adıma deyim, bir gənc aktyor kimi öyrənəcəyim, biləcəyim sənətin sirlərindən çox şeylər var ki, o mənim üçün və eyni zamanda mənim həmkarlarım üçün müsbət tərəfləri var. Gəncə Dövlət Universitetinin dəstəyi ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibəti ilə musiqidə milli ənənələrin təcəssümü adlı elmi praktik seminar keçirilib. Tədbirdə müəllim və tələbələrin ifasında musiqi nümunələri səsləndirilib. Mədəniyyət rüzgarından muzey və kitabxana işçiləri də faydalanıb. Onlar üçün xüsusi təlimlər təşkil olunub. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə elmi metodiki və ixtisas artırma mərkəzinin bu tip layihələri daha əvvəl ölkənin digər bölgələrində də keçirilib. Gəncədəki layihəni fərqləndirən isə onun silsilə xarakterli və rəngarəng olmasıdır.